görkəmli İslam alimi Şeyx İbrahim Hayri Lənkərani. Həzrət Ayətullah Şeyx İbrahim Hayri Lənkərani Qafqazın məşhur alimlərindən və böyük fəqihlərindən biri olmuşdur. Təqribən 1230 hicri 1815 miladillərində Lənkəran şəhərində anadan olmuşdur. O, dini elmlərin müqəddimələrini və bir hissəsini doğma yurdunda öyrənmişdir. Gənc yaşlarında Kərbəlanın elmi hövzəsinə səfər etmiş və orada Fazil Ərdəkaninin elm məclislərindən bəhrələnmişdir. O dərəcədə elmi şəxsiyyətlər, ruhanilər, tələbələr və xalq tərəfindən ehtiramla qarşılanırdı ki, Ayətullahül Uzma Şeyx Məhəmməd Fazil Şərbiyanidən sonra Şiə mərcəyyətinin ona keçəcəyi ümid edilirdi. Tərcümeyi halı yazanlar onu bu cür ifadələrlə yad ediblər. Alimi Cəlil, fəhm və təhsildə örnək, Mövlana Şeyx İbrahim Lənkərani, fazil alim, tam fəqih və zahid, həqiqətdə mütəxəssis və dəqiq araşdırıcı, əqli və nəqli elmlərdə kamil. Bu böyük alimin vəfatı Hicri 1312 Rəbiusani və miladi 1886 sentyabr tarixində baş vermiş və Həzrət Əmirəl-Möminin İmam Əlinin müqəddəs hərəminin hücrələrindən birində dəfn edilmişdir. Ondan bir sıra qiymətli elmi əsərlər yadigar qalmışdır. Bu böyük şəxsiyyətin 3 oğlu və bir kürəkəni olmuşdur ki, onların hər biri elm və fiqh sahəsində tanınmış, dəyərli alimlərdən sayılmışdır. Şeyx Əli Əkbər Lənkərani dərin elmi biliklərə, malik və mötəbər ruhani kimi tanınırdı. Ayətullah Şeyx Əbdülğəffar Hayri Lənkərani yüksək məqamlı fəqih olmuşdur. Şeyx Qulaməli Lənkərani elm və ibadətdə zahidliyi ilə tanınmışdır. Ayətullah Seyid Fazil Musəvi Parsini Ərdəbili, alim kürəkəni olub, elm və təqvada nümunəvi bir sima kimi tarixdə yer almışdır.